Salam, hər vaxtınız xeyirli uğurlu olsun. Mən Ayda Xudaverdiyeva, Qərbi Azərbaycan icmasının Basarkeçər rayonunun qadınlar bölməsinin tədbirini keçiririk. Bu münasibətlə həm Novruz bayramını qeyd eləmək, Qərbi Azərbaycanın, yəni Basarkeçər rayonunun, Göyçə mahalının bütün olaraq demək olar kəndlərinin hər kənddən təmsil olunurlar. Qadınlar öz bizim Göyçəmizin, Qərbi Azərbaycanımızın mədəni irsinin, abidələrimiz, eyni zamanda Novruz adət-ənənələrimizlə bağlı həm bir toplantı şəklində, rəsmi şəkildə, həm də bizim gözəl adət-ənənələrimizin, mədəni irsimiz haqqında böyük bir tədbirə yığışmışıq. Tədbirimizin məqsədi ondan ibarətdir ki, bizim illərlə 35 ildən artıqdır ki, bilirsiniz ki, biz Göyçə mahalından ermənilərin təcavüzü nəticəsindən yurt yuvamızdan didərgin düşmüşük. Bu nöqteyi nəzərdən başda cənab prezidentə can sağlığı versin ki, belə bizə bir şans yaratdı ki, biz öz Qərbi Azərbaycana, Göyçəmizə qayıtmaq məqsədi ilə belə bir bizə konsepsiya həyata keçirdi ki, biz öz elimizə, obamıza, yurt yuvamıza qayıdaq. Bu nöqteyi nəzərdən bütün Qərbi Azərbaycan icmasında səfərbər olub, bütün kəndlər, ellər, obalar illərdir yığışmış içərisindəki olmuş ağır acını hissi bir yerə yığılıb bölüşmək və nəhayət ki, öz arzumuza çatmaq, yurt yuvamıza qayıtmaq üçün əlimizdən gələni etmək üçün öz adət-ənənələrimizi gənclərimizə bizim çünki böyük bir müddət keçib, 35 ildən artıq müddət keçib bizim tarixi yaddaşımız bizim gənclərimizdə artıq demək olar ki, silinmək üzrədir. Ona görə biz istəyirik ki, bu adət-ənənələri təkrardan gündəmə gətirək və bizim gənclərimiz, bizim nəsillərimiz, nəvələrimiz, nəticələrimiz bizim Göyçə mahalını və Qərbi Azərbaycanın mədəni irsi, abidəsini və irs adət-ənənəsini qorusun. Böyüyə hörmətin, Novruz bayramının necə keçirilməsi, Xıdır Nəbinin necə keçirilməsi bu nöqteyi nəzərdən biz simvolik olaraq bir yerə yığılıb, həm də ki, gələcəkdə biz necə edəcəyik ki, o yurt yuvamıza qayıtmaq üçün hansı addımları atmalıyıq ki, biz öz Qərbi Azərbaycanımıza, yəni Göyçəmizə qayıdaq. İnanınız ki, Göyçə deyəndə mən hər zaman bunu müsahibələrimdə də demişəm, Göyçə mənim üçün bəzi insanlar deyir ki, Göyçə sənin üçün nədir? Göyçə mənim üçün vətəndir, doğma yurtdur, ana vətənimdir. Bir insan dünyaya gələndə öz anasından dünyaya gəlir. Mən də Qərbi Azərbaycan Göyçə mahalının Dərə kəndində anadan olmuşam. Dərə kəndi mənim üçün 18 ildən artıq orada yaşadığım, oxuduğum, təhsil aldığım, böyüklərimin mənə verdiyi bütün tərbiyələrin bugün həyatımda 35 ildir burada həyata keçirdiyim işlərdə, gördüyüm fəaliyyətimdə mənim 18 illik həyatımda yaşadığım hər bir şey bugün üçün mənə çox böyük sirayətlər edir. O nöqteyi nəzərdən mən çox arzu edirəm ki, birinci növbədə ulularımızın